bir söz səmimiyyət var da. Buna Əflatun Qubadov olsaydı, deyəriz ki, evinə getmirəm, evinə gəlmirəm. O Manaf... Yox, niyə ki, Əflatunla mənim səmimiyyətim var. Yox, amma Manafla biraz tam başqadır da, gəlib gedib... İndi Manafla illər uzunudur, hə, yəni... Niyə belə biraz şey oldunuz? Şəxsən mən gözlədiyim olmadı sadəcə olaraq. Çünki biz bir-birimizə qardaş deyirik. Bir-birimizə həmişə yaxın olmuşuq. Manafla biz həmişə bir yerdə olmuşuq. Yəni, tək Manaf yox, hamısı qəbul eləməlidir. Tacir mənim, rəqib var mı sizə bu günləri? Rəqib görürsünüz sənətdə özünüzə kimisə? Bəli, haçansı görmürsünüz? Mən rəqib görmürəm, yox. Bəlkə ola bilər ki, siz axtarın, tapın, gətirin. Yox, mən qarışa bilmərəm. Amma mən bilmərəm. rəqib görmürəm. Mənə rəqib nə... Yəni, mən keçən dəfə də dedim, yəni, onlarla kimisə, elə adam var ki, əlində 3-4 dənə fonoqraması var, deyir ki, mən oxuyanam, amma o Liboy özündən dayan oxuyan gəlsin, meydana girək, 10 dəqiqə oxuyacaq. 10 dəqiqədən sonra mən onu dəyişdirəcəm özüm. Yəni, o özü də bilməyəcək ki, nə oxuyur. Söhbət onunla gedir. Mən, yenə deyirəm, mənim salfeziyam var, qammam var, qarmoniyam var. Çünki mən institut tutarmışam. Yəni, musiqi üzrə, musiqi ədəbiyyatının, musiqi salfeziyasının hamısını mən tamam başqa bir sənətkaram. Amma özümü tərifləməmişəm də. Sadəcə olaraq sahib kimi bir gözəl oğlan çıxdı, həqiqəti dedi. Elə, amma niyə əzm eləmişsiniz? Dedi də həqiqəti. Bir kəlmə deyir ki, bu adamı qarışdırmayın heç kimə. Söhbət Manafdan, söhbət Əflatından getməyin. Ümumiyyətçiliyi qarışdırmayın. Ümumiyyətcə mən qarışdırmayın heç kimə. Bu nə dedi ki, o pis nə dedi? Amma görürəm ki, yox demişsiniz. Kimsə küstü, kimsə incidir. Amma niyə inciyirsiniz ki? Siz də bilirsiniz ki, mən dəryayam. Mən öləndən sonra hələ... Allah eləməsin, Allah gecindən bilsin. Şahmalı dostu ilə bir şeyi zarafat edir. Deyir ki, məndən istifadə elə, sonra özünü cimdiliyətsən. İndi mən öləndən sonra çox cimdiliyən olacaq ki, niyə bunu biz sağlığında bundan biz istifadə eləyə bilmədik? Şahmalı.